Baxın, deməli məsələ nədir? Mən bunu belə izah edeyim. Baxın, bu var. Bunun məsəl üçün görürsüz tərkibində olan fikir verin, arı sütü, nə bilim, onların hamısı, yəni bunda olanların hamısı bunun çıxma şərti ilə bunun tərkibində var. Yəni elə bil ki, bunun tərkibində 4 dənə əlavə arı sütüdür, sonra dəmir dikanıdır. Yəni bunların hamısı dördündən var burada. Hətta ginsengin özündən də var. Bunun tərkibində. O baxımdan bu yaxşıdır. Prosta mənə dedilər ki, yəni düzdür, bunun tərkibində bunların hamısından az var, amma yenə də bunları tam əvəz edə bilməz də. İndi bu bir məhsul. Sonra bir də ki, bunlar var, yəni lipidium da var. Bunların hamısı eyni məqsədə xidmət edir. Məsəl üçün, prosta mənə deyirlər, mən hansılar içmişdim? Mən bunu içmişdim, bir də ginsengi içmişdim, üçünü içmişdim sizə atdığımı. O mənə bir həftəyə güclü təsir elədi. Sadəcə mənə dedilər ki, mən dedim ki, bunların hamısının 6'sını da içmək olar. Dedilər ki, həkimə baxırdı. Dedim, məsləhət deyil, yəni üçünü içmək lazımdır. 3 dənəsini içmək olar. Çünki dedilər ki, hətta məsəl üçün ürəyində problem olanlara gərək arı sütü içməsin, nəsə balaca bir problem olanlara. İndi onu həkim yazmalıdır. Onun həkimlə məsləhətləşməlisiniz ki, həkim yəni bunların tərkibini bilir də. Həkim görəcək ki, bu xəstəyə, yəni buna olarmı bunu içmək məsəl üçün? Bir də ki, mən nəyi yoxlayacağam, nə varsa, bunların hərəsindən bir dənə günə içəcəm 6 dənəsini. İndi onu mən baxacağam. Bu məhsulların özü məndə var. Yəni ağzı açılmamışı da var. Hansı ağzı açılmamış olsa mən sizə 25 manatdan verəcəm bunları. Və ya istəsəz gətizdirə də bilərəm, problem deyil. İndi mən təxmini məhsullar haqqında məlumat vereyim. Baxın, bunun tərkibində hamısından var. Bunu yəni bir şeydir. Bu prostatı müalicə eləyir. Yəni bundan məndə ağlı 2 dənəsi var ağzı bağlı. Sonra bu arı sütü insana fiziki güc verir. Yəni bunu hətta eləyib idman da eləmək olur. Sadəcə deyirlər ki, bu biraz güclü bir şeydir də. Günə bir dənəsindən çox atmaq olmaz. Maksimum bir dənə. Yeməkdən 1 saat sonra və ya yarım saat sonra. Bunun gəzdirmək lazımdır. Bunu mən özüm atıram. Ağzı bağlısı yoxdur. Bu da yəni ki, belə deyil, lipidium markadır. Yəni bunun da təsiri var. İndi mənə dedilər ki, bu da yəni müalicə edir də, yəni. İndi bu həkim bunları bilir də nədir? Mən təxminən bu ginseng adamın zehnini yaxşılaşdırır, xoş əhval-ruhiyyə verir insana ki, yəni həm də ki bu eyni zamanda beyni təmizləmək üçün də istifadə edirlər. Bundan istifadə etməmişəm, bunu bilmirəm. Amma bu da deyirlər güclü bir şeydir. Yəni bunu həkim şey eləməlidir. Həkim bu bitkiləri tanımalıdır, amma həqiqətən effektivdir yəni. Güclü, konsentrasiyası güclüdür.